Salam dostlar, hər vaxtınız xeyir olsun. Mənim adım Kamaldır. Bugün sizlə Dubai vlog 20-ci videomuzu çəkirik və inanılmaz bir şeydir ki, 20 gün sizinlə dalbadal YouTube üçün video çəkirəm. Bayaq başqa bir videoya baxıram və həqiqətən gördüm ki, elə o videoda danışılan məsələ məndə də var. Bu videoları çəkməkdə bu videoları çəkməyin ən gözəl tərəfi ondan ibarətdir ki, video çəkməyin özündən zövq alıram. Çünki onsuz da videolar 20-30 baxışdan çox o tərəfə keçmir. 5-6 bəyəndi gələr ya yox. Amma yenə də mən videolar çəkib paylaşıram çünki özümə xoş gəlir və bu mənim üçün ingiliscə demiş bir commitment. Yəni hər gün eləməyə özümü push eləyirəm, vadar eləyirəm və bu mənim üçün yeni bir belə deyək bacarıq kimi gəlir və zövq alıram. Bugünkü videomuzun mövzusu əslində çox önəmli bir başlıqdır, önəmli bir mövzudur. Bu iş tapmaqla bağlıdır. Və videomuz çox da belə xaotik getməsin deyə o biri videolar kimi hansı başlıqlara toxunacağım burada qeyd eləmişəm və bunun üzərindən danışacağıq. Məlum məsələdir. Çox nadir hallarda olur ki, biz oxuduğumuz ixtisas üzrə işləyirik. Elə insanlar varmı? Var. Çoxdurmu? Xeyr. Məncə azdır, gördüyüm qədərilə azdır, müşahidə etdiyim qədərilə azdır. Faiz etibarilə, yəni əksəriyyətimiz oxuduğumuz ixtisasla əlaqəsi olmayan və ya çox cüzi əlaqəsi olan işlərdə işləyirik. Nəysə, burada ayıb heç bir şey yoxdur. Mən də bu yolu getmişəm, tanıdığım insanlar çoxu bu yolu gedib. Əsas odur ki, işsiz deyirik və işləyirik. Bəzilərimiz hətta işlədiyimiz işi sevirik. Artıq müəyyən müddətdən sonra sevməyə başlamışıq. Müəyyən müddətdən sonra. Birinci başlıq bundan ibarətdir. Məsələn, mən əgər A şirkətində, tutaq ki, mənim işləmək istədiyim şirkətlər siyahısı var. A şirkəti, B şirkəti və C şirkəti. Bu şirkətlərdə heç bir elan yoxdursa, mən necə ora CV göndərə bilərəm? Məsələ bundan ibarətdir. Gəlin real təcrübəmdən deyim ki, mənim karyeram müddətində elə şirkətlər olub ki, həmin o şirkətlərdə hətta elan paylaşılmasa da belə mən CV atmışam və məni çağırıblar. Sadəcə olaraq çağırıblar, çünki CV göndərmişəm, xəbər eləmişəm ki, mən iş axtarıram və onların vakansiyası olan kimi və bəzi vakansiyalar təcili olaraq doldurulma ehtiyacı duyduğu üçün məni çağırıblar dərhal. Belə hallarda olur. Sizə sadəcə olaraq tövsiyəm ondan ibarətdir ki, əgər bir yerə CV göndərmək istəyirsinizsə A şirkətində elan paylaşılmasa da belə onlara çalışın ki, CV-nizi göndərəsiniz. CV-ni necə göndərməlisiniz və s. artıq bundan toxunacağıq. İkinci məsələ. CV məsələsi. CV-nizi hazırlayın, yaxşı, ardıcıl gedəcək. Neyinizsə eləyin, bilmirəm CV-nizi hazırlayın, yox. Bu videoya baxandan sonra gedin özünüzə gözəl bir CV hazırlayın. Ola bilər, deyə bilərsiniz ki, Kamal, mən hələ ki universitetində bitirmişəm və yaxud universiteti bu il bitirəcəm, ortada heç bir təcrübə yoxdur, nə etməliyəm, dəyərli yoldaş. Hamı sıfırdan başlayır. Hamı hətta təcrübəyə də belə sıfırdan gedir, elədir. Yəni, heç kim anasının qarnında təcrübə ilə doğulmur ki, hamı nə vaxtsa sıfırdan başlayır, sən də oturacaqsan, CV-vi tərtib edəcəksən, ola bilsin ki, təcrübən yoxdur, bacarıqlarını qeyd edəcəksən. Universitet vaxtında hansısa əgər bir təşkilatın üzvü olmusansa, hər hansı bir faydalı bir iş görmüsənsə ki, sənə bu və ya digər dərəcədə təcrübə qazandırıb, onu qeyd elə orada. Aktivliyinlə bağlı bir şey varsa qeyd elə. Şirkətlərə nə lazımdır? Punktuallıq lazımdır, komanda ilə işləmək bacarığı lazımdır, disiplin lazımdır. Bu kimi şeyləri hekayələşdirir və CV-ndə qısa olaraq qeyd elə. Bunu elədik, qurtardıq. Yaxşı, CV-nizi necə hazırlaya bilərsiniz və s. Buna bağlı heç bir sayt qeyd eləməyəcəm. Qeydin özünüz, axtarın, tapın. Belə olanda özünüzə də xoş gələcək. İkinci nüansımız nədir? İkinci nüansımız iş elanlarıdır. Girin iş elanlarına baxın. Job search var, deyəsən boss azdır, yoxsa hansı bir saytdır. Girin o saytlara baxın, elanlara baxın, özünüzə uyğun bildiyiniz başlanğıc səviyyədə iş axtaran şirkətlərə elanlarınızı göndərin, axtardığınız işlə bağlı. Üçüncü və sonuncu punkt bundan ibarətdir. LinkedIn mənim üçün qızıl mədəndir. Baxın, qısa olaraq izah edəcəm sizə. İş elanları saytında siz nə görürsünüz? Elan görürsünüz, sonda şirkətin sadəcə olaraq mail adresini görürsünüz. Məsəl üçün amc@gmail.com və yaxud da normal bir korporativ e-mail adresi. LinkedIn-də nəyə görürsünüz? LinkedIn-də elan görürsünüz. Elanı paylaşan şəxsin özünün adını görürsünüz. Onun səhifəsinə daxil ola bilərsiniz. Hətta bəzi hallarda elan paylaşan adamın səhifəsində kontakt info deyilən bir yer var. Ora daxil olub həmin insanın əlaqə məlumatlarını tapa bilərsiniz. Bu bütün кейslər üçün şamil olunmur. Bəzi insanlar əlaqə məlumatlarını gizlədirlər, bəzi insanlar da açıq qoyurlar. Yəni, elanı paylaşanın özünü görə bilərsiniz və ona yaza bilərsiniz. Bunu iş elanları saytında eləmək olmur. İndi, bu isə çox önəmlidir.
Başlanğıcda dedim ha sizə, məsəl üçün heç bir təcrübəniz yoxdur, axtardığınız elanda yoxdur, axtardığınız elə bir şirkət ki var, orada işləmək istəyirsiniz, oraya elan paylaşmayıb, elə bir elan da yoxdur. Girirsiniz LinkedIn-ə, A şirkətin HR-ını tapırsınız. Axtarmaq istəsiniz nə yazırsınız? A HR, A insan resursları, A human resources yazdınız. Adamların adı çıxdı, həmin adamlara yazırsınız. Yazırsınız ki, salam aleyküm, qısa bir mətn hazırlayırsınız ki, mən gördüm ki, sizin hazırda heç bir elanınız yoxdur, lakin bildirmək istəyərdim ki, hazırda aktiv iş axtarışındayam və əgər vakansiyanız varsa dəyərləndirə bilərəm. İndi burada belə bir məsələ var. Bu ola bilsin ki, çoxunuzun xoşuna gəlməsin, çoxunuz bunu qəbul eləməyəsiniz, lakin bu effektiv olacaq. Məsələ bundan ibarətdir. Hətta deyərdim ki, tələbəsinizsə, yeni məzun olmusunuzsa, onsuz da işləmirsiniz. Doğrudurmu? Yaza bilərsiniz ki, və həqiqətən sizin üçün bu önəmli olmalıdır. Təcrübə qazanmaq önəmli olmalıdır. Şirkətlərə yaza bilərsiniz ki, salam aleyküm. Hər vaxtınız xeyir olsun. Mən universitetdən yeni məzun olmuşam. Əminəm ki, şirkətinizdə hal-hazırda təcrübəli əməkdaş lazımdır. Lakin təcrübəm olmasa da inanıram ki, verəcəyiniz işin öhdəsindən layiqincə gələ biləcəm. Bunun üçün hətta minimal əmək haqqı almağa belə razıyam. Yəni, sadəcə olaraq, məsəl üçün, gediş-gəliş haqqımı, yol pulumu belə deyək, ödəsin, naharımı ödəsin, qalan hər şey mənim üçün uyğundur. Mənim üçün önəmli olan təcrübədir, təcrübə qazanmaqdır. Bunun ətrafında qısa bir mətn yaza bilərsiniz, səliqəli bir mətn olsun, göndərin HR-lara, sizə əminliklə deyirəm. Sizə əminliklə deyirəm ki, gün ərzində 5-10 nəfərə bunu yazın, həftənin sonunda əgər sizə bir nəfər belə geri dönüş eləməsə, mənə deyərsiniz ki, Kamal, yalan danışırsan sən, yalancısın. Sizə mütləq nəsə bir pozitiv bir geri dönüş olacaq. Bir nəfər belə olmuş olsa pozitiv geri dönüş edəcəksiniz. Yəni, hər gün 5-10 nəfərə, hər gün 10 nəfərə yazın. Yaxşı, həftə sonunda baxarsınız, 70 nəfərdən, inanın mənə ki, bir nəfər belə olsa, sizə pozitiv geri dönüş edəcək. Bu belədir. Yəni, bu da bir iş tələb edir, bu əzmkarlıq tələb edir. Bütün hallarda siz əmin ola bilərsiniz ki, bunu çox az insan edir. Çox az insan edir. Siz bunu eləsəz, artıq əksəriyyətdən fərqlənəcəksiniz. Və unutmayın ki, sizi yenə də bu bazarda başa düşən insanlar olacaq. Bazar o qədər də pis deyil. Yenə də yaxşı insanlar var, yenə də yaxşı şirkətlər var, nə qədər az olsa da. Tamam. Gələn videoda inşallah bu karyera məsələsinə toxunacağım. Sadəcə ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Əgər faydalı oldusa və bura qədər baxdınızsa, yazın ki, Kamal, axıra qədər baxdım. Və çox sağ olun ki, bu video əsnasında məni tək qoymadınız. Özünüzü qoruyun. Allah'a emanet olun. Hələlik.